Daha doğrusu burada olan canlılar artıq onurğalı canlılardır deyə biz bu dövrə aid olan süxurlardan canlı qalıqları tapmışıq və daha dəqiq öyrənmişik. Deyilən bura biz aşkar həyat deyirik. Kriptozoy və fanerozoy eonları öz növbəsində bölünür eralara. Hansı eralarımız var? Arxey, baxın bunlar qədimdən cavana doğru. Arxey, protorozoy, paleozoy, mezozoy və kaynozoy eralarına bölünür. Deməli, arxey, protorozoy, paleozoy, mezozoy və kaynozoy bizim eralarımızdır. Onlar isə öz növbəsində dövrlərə bölünür. Kriptozoy eonu iki dənə eraya bölünür. Arxey və protorozoy eralarına bölünür. Və yadımızda saxlayaq ki, bunların heç bir dövrü yoxdur. Yəni bunlar dövrə bölünmür. Eyni zamanda burada baş verən hadisələrə də baxaq biz. Birinci növbədə arxey erasında hansı hadisələr baş verib? Qədim qırışıqlıqlar və güclü vulkanizm başlayıb, bakteriyalar, ibtidai tək hüceyrələr yaranmışdır. Daha sonra bəs protorozoy erasında hansı hadisələr baş vermişdir? Qədim qırışıqlıq davam etmişdir. Yosunlar, bakteriyaların inkişafı, tək-tək onurğasızlar yaranmışdır. Söhbət gedir protorozoydan. Baxın, həm arxey, həm də protorozoy erası hansı eonundur? Kriptozoy eonuna aiddir. Və bunların heç bir dövrü yoxdur, heç bir dövrə bölünmür. Və kriptozoy eonuna biz gizli həyat dedik. Sonra gəldik fanerozoy eonuna. Fanerozoy eonu öz növbəsində 3 eraya bölünür. Birinci paleozoy, 2 mezozoy, 3 kaynozoy. Bunlar isə öz növbəsində dövrlərə bölünür. Paleozoy erasının 6 dənə dövrü var. Qədimdən cavana doğru. Kembri, Ordovik, Silur, Devon, daş kömür və Perm. Bəzən daş kömürə karbon da deyirlər, eyni şey. Bunlar paleozoyun dövrləridir. Sonra mezozoy erasının 3 dənə dövrü var. Hansılardır? Trias, Yura, Tebaşir. Bunlar mezozoyun dövrləridir. Kaynozoy erasının da 3 dənə dövrü var. Paleogen, Neogen, Antropogen. Bunlar isə kaynozoy erasının dövrləridir. Baxın indi yenidən desək, dedik ki, bizim 2 eonumuz var. Kriptozoy və fanerozoy. Kriptozoy gizli həyat, fanerozoy aşkar həyatdır. Kriptozoy eonu 2 eraya ayrılır. Arxey və protorozoya. Bunlar öz növbəsində dövrlərə bölünmür. Fanerozoy isə 3 eraya bölünür. Paleozoy, mezozoy və kaynozoya. Paleozoyun 6 dövrü, Kembri, Ordovik, Silur, Devon, daş kömür, Perm. Mezozoyun 3 dövrü, Trias, Yura, Tebaşir. Kaynozoyun isə 3 dövrü var. Paleogen, Neogen və Antropogen. Şimdi gəlin görək hansı erada hansı hadisələr baş verir. Birinci növbədə baxırıq paleozoya. Görək paleozoy erasında hansı hadisələr baş verir. Pangea, Lavrasiya və Gondwana qurularına parçalanıb. Vahid Pantalas okeanının sahəsinin artması və azalması olub. Buna transqressiya və reqressiya da deyirlər. İynəyarpaqlılar, çılpaq toxumlu bitkilərin, vahid döşəklərin yaranması baş verib. Suda quruda yaşayanların, okeanda ilk balıqların, quruda ilk bitkilərin və onurğasızların yaranması. Hamısı baş verib paleozoyda. Bəs mezozoyda nələr baş verir? Baxın, mezozoyda artıq Lavrasiya, Gondwana parçalanır müasir materiklərimizə. Deməli, bu nə vaxt baş verib müasir materiklərimizə parçalanma mezozoyda? Daha sonra Pantalasın müasir okeanlarımıza parçalanması nə vaxt olub? Mezozoyda. Artıq toxumlu bitkilər, quşlar, məməlilərin yaranması nə vaxt olub? Mezozoyda olub. Bir də yadımızda saxlayaq. Dinozavrların nəslinin kəsilməsi də mezozoyda, mezozoy erasında baş vermişdir. Və sonuncu, kaynozoy erasında bəs hansı hadisələr baş verib? 4-cü dövr buzlaşması, yəni ən sonuncu buzlaşma mərhələsi 4-cü dövr buzlaşmasıdır. Deməli, burada baş verib. Cavan dağlar kaynozoyda yaranıb. Tetis okeanı parçalanaraq Aral, Qara, Xəzər və Aralıq dənizlərinə bölünüb.
müasir landşaft və ilk insan yaranıb Kaynozoyda. Baxın, bunun hamısı ayrı-ayrılıqda test cümlələridir. Tutalım ki, deyir ki, verilmiş hadisələr hansı erada baş vermişdir? Dördüncü dövr buzlaşması, ilk insan, cavan dağlar, Tetis okeanının parçalanması. Deməli, hamısı harda baş verib? Bunlar Kaynozoyda baş verib. Oldu mu? Bəli, Daha sonra bəli müəllim. Lavrasiya Gondvananın müasir materiklərə parçalanması, Pantalasın müasir okeanlara bölünməsi, dinozavrların nəslinin kəsilməsi, örtülü toxumlu bitkilərin, quşların yaranması nə vaxt baş verib? Mezozoy erasında baş verib. Oldu mu? Baxın, Lavrasiya Gondvananın müasir materiklərə parçalanması, həmçinin Pantalasın müasir okeanlara bölünməsi hansı erada olub? Mezozoyda. Tamam müəllim. Sonra Pangeyanın Lavrasiya və Gondwana qurularına parçalanması, vahid okeanın, yəni Pantalasın sahəsinin artması və azalması, iynəyarpaqlı, çılpaq toxumlu bitkilərin yayılması, sonra suda quruda yaşayanların, ilk balıqların yayılması nə vaxt baş verib? Paleozoyda. Bunları yadda saxlayaq. Əzbərləmək lazım, yadda saxlamaq lazım. Göz əzbəriniz yaxşıdırsa, göz əzbəri ilə. Yaddaşınız yaxşıdırsa, yaddaşınızla. Ümumi bilmək lazım. Bax, məsəl üçün, indi bax, buranı keçəndən sonra mən təkrar buradan sual verəcəm. İndi görüm hansınızın yadında hansı cümlələr qaldı. Bu oldu bizim geoxronoloji cədvəlimiz. Yoldaşlar, indi keçirik biz. Dedi ki, bizim qədim ilk yaranan quru parçamızın adı adlanırdı Pangea qurusu. Vahid. Buna supermaterik də deyirlər. Yəni, sanki bugünkü materiklərimizin hamısını yığırsan bir yerə, bir dənə böyük quru parçası adlanır. Buna demiş Pangea. Onu xatırlayan bir dənə okeanımız var idi. Onu da adlandırırdıq Pantalas okeanı. Pangea iki dənə nəhəng quru sahəsinə bölünür. Lavrasiya və Gondvanaya bölünür. Bu iki nəhəng quru kütləsinin arasında Tetis okeanı yaranmışdır. Sonradan Tetis okeanı Aral, Xəzər, Qara və Aralıq dənizlərinə parçalanır. Yəni, bugünkü bu dənizlər qədim Tetis okeanının qalıqları hesab olunur. Bunu yadınızda saxlayın. İndi aşağıda cədvəl kim var? Orada daha aydın şəkildə mən onları sizə izah edəcəm. Və Ərəbistanla Hindistana da yad quru parçaları deyirlər. İndi bunun da səbəbini sizə deyirəm. İndi bu sxemə baxın. Dedik ki, biz ilkin yaranan qurumuzun adı adlandı Pangea, supermaterik. Pangea parçalandı iki yerə. Lavrasiya qurusuna və Gondwana və ya Qıdan. Bunu bəzən Qınan da deyirlər, Gondwana qurusuna. Sonraki dövrlərdə bizim Pangea parçalandı Lavrasiya dedik və Gondwana. Lavrasiya qurusundan iki dənə materikimiz yarandı. Hansı materiklərdir? Bunları şimal materiklər də deyirlər. Şimali Amerika materiki və Avrasiya materiki. Gondwana qurusundan isə bizim cənub materiklərimiz və iki dənə də bonusumuz yarandı. İndi görək cənub materiklərimiz hansılardır? Cənubi Amerika, Avstraliya, Antarktida, Afrika materikləri yarandı. Eyni zamanda Ərəbistan və Hindistan yarandı. Ərəbistan və Hindistan Gondwanadan yaransa da onlar sonradan getdilər, birləşdilər Avrasiya. Yəni, bugün Avrasiya qurusunun tərkibindədirlər də. Bax, ona görə bunlara yad quru parçası deyirlər. Yadınızda saxlayın bunu. Bax, ona görə. Deməli, əslində Ərəbistan və Hindistan, baxın, hardan gəlir? Gondwananın tərkib hissəsindən gəlir də, düzdür? Amma biz indi xəritəni açıb baxsaq, görərik ki, Ərəbistan və Hindistan hansı materikə birləşikdir? Avrasiya. Avrasiya öz növbəsində bəs hansı quru parçasından gəlir? Lavrasiyadan. Ona görə Ərəbistan və Hindistana yad quru parçası deyirik biz. Deməli, bir də deyək ki, Lavrasiya qurusundan iki dənə materikimiz yarandı. Şimali Amerika və Avrasiya materikləri. Bunlara şimal materikləri də deyirlər. Yəni, şimala daha çox yaxın olan materiklər Lavrasiya qurusundan yaranır. Cənubda yerləşən materiklərimiz isə Gondwanadan yaranır. Cənubi Amerika, Avstraliya, Antarktida və Afrika materikləri. Ərəbistan və Hindistan da bonus olaraq yadınızda saxlayın. Amma onlar hal-hazırda
Lavrasiya qurusunun tərkib hissəsi olan Avrasiya materikinə birləşik olduğu üçün onlara biz nə deyirik? Yad quru parçası deyirik. Baxın yoldaşlar, burada bu şəkillərdə, baxın bu birinci şəkildə supermaterik dediyimiz Pangea. Yəni bütün materiklər hamısı, baxın, bu söhbət bu şəkildən gedir. Hamısı bir-birinə bitişik. Pangea qurusudur. Onu əhatə edən okean isə Pantalas okeanıdır. Sonra bu Pangea qurusu parçalanır iki yerə. Üst hissədə burada qalır Lavrasiya qurusu, bu aşağıda da qalır Gondwana qurusu. Bunların arasındakı okean da adlanır Tetis okeanı. Və sonraki mərhələlərdə də gördüyünüz kimi müasir materiklərimizə parçalanır. Bu Lavrasiya və Gondwana. Burada da yenə də daha böyük şəklini göstərmişəm ki, baxın, bu şəkildə də Pangea qurusu verilib. Baxın burada. Onu əhatə edir Pantalas okeanı. Sonra Pangea qurusu parçalandı. Lavrasiya və Gondwanaya. Onlar arasındakı okean isə nə adlandı? Tetis okeanı adlandı. Sonra gəldik. İndi mən sizə bir şey deyim. Burada bir qeyd yazmışam sizlər üçün. Suxurlarda daşlaşmış bitki və heyvan qalıqlarına əsasən onların yaşadıkları dövrü müəyyən edə bildik biz və bunu öyrənən elmin adına biz paleontologiya elmi deyirik. Sonra keçdik yerin daxili quruluşuna. Bunu mən PDF-i qrup atacağım, qrupdan da baxarsınız inşallah. Yerin daxili quruluşu dedikdə biz yerin daxili quruluşunu öyrənən elmin adı geologiya elmidir. Yadımızda saxlayaq. Geologiya elmi yerin daxili quruluşunu öyrənir. Yerin daxili quruluşu 3 qatdan ibarətdir yoldaşlar. Hansı qatlardır? Nüvə, mantia və yer qabığı. Və yaxud da tam əksinə gəlsək, yer qabığı, mantia, nüvə. İndi gəlin ayrı-ayrılıqda baxaq. Görək, nüvənin tərkibi nələrdən ibarətdir? Nüvəyə aid olan nələrdir? Nüvə birinci növbədə yerin mərkəzində yerləşir. Yerin tam daxilində yerləşir nüvə. Burada temperatur 3500, 5000, bəzən də 6000 dərəcə deyirik buna. 6000 dərəcə temperatur olur. Bu da günəşin səthində olan temperatura bərabərdir. Əsasən ağır elementlər buradadır. Dəmir kimi, nikel kimi elementlər buradadır. Bu da fırlanma qüvvəsinin təsiri nəticəsində deyirik, baş verdi. İki yerə bölünür. Daxili nüvə və xarici nüvə. Nüvədə sıxlıq çoxdur. Ona görə də burada maddələr kip haldadır. Yadımızda saxladıq. Bu nüvəyə aid olan deməli xüsusiyyətlərdir. Nüvəyə deməli aid olan xüsusiyyətlərimiz oldu. Yerin mərkəzində yerləşməyi, temperaturun 3000-5000 dərəcə arasında, 6000 dərəcə arasında yerləşməyi, dəmir, nikel kimi ağır maddələr buradadır. Daxili və xarici nüvə var. Sıx olduğu üçün maddələr kip vəziyyətində olur. Gəldik. Mantia nədir bəs? Mantia ümumiyyətlə latın sözü olub örtük deməkdir. Sanki nüvəni üst hissədən örtür. Qalınlığı 2800-2900 kilometrdir mantiyanın. Temperaturu 1000-2900 dərəcə arasında dəyişir. Əsasən silisium, magnezium, oksigen, dəmir kimi maddələrdən təşkil olunmuşdur. Bu da iki hissəyə bölünür. Alt mantia və üst mantia. Üst mantiyada maddələr daim hərəkət edir. Bu da yer qabığının hərəkətinə gətirib çıxardır. Yəni indi bizə bundan növbəti dərslərimizdə litosfer tavalarının hərəkətini keçəcəyik. Baxın, litosfer tavalarının hərəkəti bax bu səbəbdən olur. Üst mantiyada maddələr daim hərəkət edir. Ona görə də litosfer tavaları da həmin o üst mantiya hissəsində sürüncür. Mantiyada təqribən dünya okeanındakı qədər su var. Bu cümləni də yadınızda saxlayın. Təzə, yeni nəşr 7-ci sinif kitabında olan cümlədir. Hələ heç bir vəsaitdə falan rəst gələ bilmərsiniz. Son olaraq dedik ki, yer qabığı. 3 qatdan dedik axı ibarətdir. Nüvə, mantiya, yer qabığı. İndi baxaq yer qabığına. Görək nələr var yer qabığında. Yerin üst bərk təbəqəsinə biz yer qabığı deyirik. Qalınlığı 590 kilometrdir. İki tipə bölünür. Kontinent tipli, yaxud buna biz materik tipli yer qabığı deyirik. Bir də okean tipli yer qabığı. Kontinent tipli, yəni materik tipli yer qabığı 3 dənə qatdan ibarət olur. Çökmə, qranit və bazalt qat. Ona görə də qalınlığı çox olur. Yəni 3 dənə qatı üst-üstə yığanda daha qalın olur. Okean tipli yer qabığında isə 2 qatdan ibarət olur. Çökmə və bazalt. Qranit qat yoxa çıxır burada. Ona görə də nisbətən nazik olur bu hissə. Yer qabığının orta qalınlığı 30-40 kilometrdir. Amma ümumi qalınlığı 5-90 kilometr arasında dəyişir.
İndi bu hissəyə qədər sözünüz, sualınız, soruşmaq istədiyiniz bir şey. Xeyr, müəllim. Xeyr, müəllim. Hı. Yəni burada da ümumi yerin daxili quruluşunun sxematik formada təsvirin verilmişdir. Baxın, yerin dedik ki, mərkəzində onun, bu hissədə, bu qırmızı rəng olan hissədə bura, onun nüvəsi yerləşir, nüvə. Bu sarı rəng olan hissə onun mantiyasıdır. Üst hissə isə yer qabığı. Deməli, yer qabığı, mantiya, nüvə. Nüvə özü bölünür, daxili və xarici nüvə. Baxın, temperatur 6000 dərəcə. Mantiyada temperatur, baxın, 2800 dərəcə arasında dəyişir. Mantiyanın qalınlığı dedik ki, 1000-2900 kilometr arasında olur. Yer qabığının qalınlığı isə bəzi ərazilərdə 5, bəzi ərazilərdə isə 90 kilometrə qədər dəyişə bilir. Aşağıda indi sizə bir dənə də təsvir vermişəm, ona da baxaq. Deməli, yoldaşlar, baxın, mən dedim ki, yer qabığı iki hissədən ibarətdir. Bir var materik tipli yer qabığı, kontinent tipli yer qabığı, bir də okean tipli yer qabığı. Baxın, bu hissədən bölsək, sanki bax buradan. Bu sol tərəfdə qalan hissə materik tipli yer qabığıdır. Baxın, 3 qatdan ibarətdir. Çökmə, qranit və bazalt. Amma okean tipli yer qabığına gəldikdə, sanki qranit qat yoxa çıxdı. Baxın, burada yoxa çıxdı. Burada çökmə qat var, altında da nə var? Bazalt qat var. Vəssalam. Ona görə buranın qalınlığı daha azdır. Okean tipli yer qabığı 2 qatdan ibarətdir. Orada qranit qat yoxdur. Ona görə qalınlığı nisbətən azdır, yoldaşlar. Sonra mən burada bəzi qeydlər yazmışam. Yəni burada sərhədlər var. O sərhədlərə biz fikir verməliyik. Görək hansı sərhədlərimiz var. Baxın, yer qabığı ilə üst mantiya birlikdə adlanır litosfer. Yer qabığı ilə üst mantiya arasında olan sərhədin adı Moxo sərhəddi adlanır. Qranit və bazalt qatlar arasında olan sərhədin adı Konrad sərhəd adlanır. Litosfer ilə üst mantiya arasındakı sərhəd Benyov sərhəd adlanır. Üst mantiyanın üst 90-250 kilometrlik hissəsinə astenosfer deyirik. Astenosfer ilə litosfer arasında tektonosfer yerləşir. Sonra, indi burada mən onu sizə göstərmişəm. Yəni, bu dediklərimizi sanki sxematik formada. Baxın, burada bunu bir qədər yaxınlaşdırım. Baxın, burada yerin dedik ki, üst bərk təbəqəsinə ümumi biz dedik yer qabığı da, düzdür. Yer qabığı, onun altında yerləşir mantiya. Mantiyanın, baxın, bura yer qabığıdır sanki, bura yer qabığı. Yer qabığından üst mantiya birlikdə, baxın, litosferi yaradır. Yer qabığı, üst mantiya. İkisinə bir yerdə biz litosfer dedik. Üst mantiyanın üst bərk hissəsini astenosfer deyirik biz. Baxın, üst mantiya, bu hissəyə. Ümumi bura yer qabığı. Okean tipli yer qabığının qalınlığı az, ən az qalınlıq Marian çökəkliyindədir, ən çox qalınlığı isə materik tipli yer qabığı Himalay dağlarındadır. Sonra nüvə yerin daxilidir, iki yerə bölünür, daxili, xarici nüvə. Onu əhatə eləyir mantiya. Mantiya da iki yerə bölünür, üst mantiya, alt mantiya. Hələ ki, litosferdən ilk dərsimiz, yoldaşlar, bura qədərdir. Bunun qalan hissəsini növbəti dərsimizdə, ikinci dərsimizdə keçəcəyik inşallah. Tamam mən. Yəni, bura qədər sözünüz, sualınız varmı? Xeyr, mən buna atarsınız da qrupa. Bunu PDF kimi göndərəcəm, narahat olmayın. Tamam mən, çox sağ ol. Sağ olun.